Allah rəhmət eləsin, məqamlarımızı eləsin. Geçən müddətdə artıqlı bir ənənə halıdır, alnı açıq. Dua gəlirik, şəhətlər xiyabanlar, şəhətlərimizi ziyarət edirik, deyir ki, bunları narahat olmasın. Sizin qısasınız allıqdır, öz doğma torpaqlarımızdayıq, öz torpaqlarımızın sahibi özümüzük. Yəni biz Allah'a sual verə bilmərik ki, ilahi, sən niyə bunu belə elədin, bu niyə belədir? Amma əmr ondandır, mütləqiyyət ondandır. O da bizim boynumuzda bir haqq qoyub ki, ey insan, dünya həyatında ki, sən yaşayırsan, məşəqqətlə, ağrı ilə, əzab ilə, istirab ilə dolu bir həyatdır. İlahi, bu şəxslər mənim atamın, anamın yanında olublar, bacımın, qardaşımın yanında olublar, onların yaxınlığında olublar, onlara təsliyyət deyiblər, onlara belə demək olarsa bir mənəvi dayaq olublar, onların səbirlərinin artmasında bir dəstək olublar. Ola bilməz ki, Allah Taala'nın ədalətinə yaraşmaz ki, bir nəfər 100.000 nəfəri qətl edə, elə o da bir günlük ilə cəzasını çəkə. Yox, Allah Taala onu 100.000 dəfə öldürüb dirildəcək. Şəhidlərimizə Allah rəhmət eləsin. Ömürləri şad olsun, başta Həmzə olmaq şərti ilə. Həmzə həm yaxşı qonşu, həm yaxşı qohum, həm yaxşı dost olubdur. Hamı bilir. Tüm bunlarla da yoldaşlığı olur. Bu da Əyib Xaloğlu var, Əyiblə də yoldaşlığı olur. Rövşənin qonşusu olur, həm qohum olur. Həmzəyə Allah'tan rəhmət diləyirəm. Məkanı cənnət olsun. Onun hakkında mən deyirəm, Rövşən də öz ürək sözlərini desin. Həmzə qardaşımız haqqında çok şey danışmaq olar. O bugün buradaki mənzərəni görəndən sonra məsəl deyərlərəm, əzlərinin, doğmalarının 32 ildən keçməsinə baxmayaraq burada keçirdikləri hissləri çox təəssüflər olsun ki, şəhidlər hamınındır deyib, şəhidlər hər kəsindir deyib, şəhidlər hamımızındır deyib, bizlər ən azından o vətəndaşlıq borcumuzu doğmaları qədər o hissləri yaşaya bilmirik. Bugün indi burada görən Fatih abamız, o da cavan övladı dünyadan keçir. Valideyn üçün fərqi yoxdur, nədir, övladı şəhid olur, avtoqazada dünyasını itirib, övlad itkisi, doğmanın itkisi hər kəs üçün bir yanıqdır, itkidir. Şəhidlərin statusu ona görə verilib ki, bunlar dövlətin övladlarıdır. Dövlətin vətəndaşlarıdır, dövlətin oğullarıdır. Bizlər də bu dövlətin vətəndaşları olduğumuz üçün, bizlər də bu dövlətin havasını, suyunu, torpağını udduğumuz üçün bu müqəddəs ruhlara bir vətəndaşlıq borcudur. Bugün olmasın, sabah olmasın, hər hansı bir vaxtlarda vaxtı olan hər kəs doğmalarının, əzizlərinin, nəvələrinin əlindən tutub bu xiyabanda bu qəhrəman oğulları tanıtmağa borçludur. Beytət də burada danışdı, şəhidlik haqqında danışdı, İmam Hüseyin haqqında danışdı. İmam Hüseynin 1400 ildir hatırlayan millət, kütlə, insanlar 30 il bundan qabaq vətən uğrunda şəhid olan övladlarına sahib çıxarır. Faciə bundadır. Mən şəhidliyin simvolu sayılan İmam Hüseynin davamçılarına 30 ildə bu qədər biganəlik, nə bilim, nətər deyil, vətəndaş hissindən, vətəndaş mövqeyindən uzaq olmağı həzm edə bilmir. Bizlər bir vətəndaş formalaşmalıyıq. Bu kişilər bizlərin, vətənin sağ olması üçün canlarından keçirlər. O ki, qaldı Həmzəyə, Həmzə ilə mən bir məhəllədə böyümüşük. Həmzə həqiqətən də o qədər pozitivdir, o qədər nətər deyərlər, nəşəli idi, o qədər zarafatçıl idi ki, Həmzənin itkisi hər kəsi nətər deyərlər, yandırıb, dostu da, tanışı da, doğmanı da, qonşunu da, şəhərdə oxuyurdu, biz tez-tez də görüşürdük. Yığışdığımız yer var idi, bu bilik mağazası vardı onun qabağına, onda nə telefon var idi, nə
Başka bir şəbəkə yox idi. Hər kəs vədələşdiyi yerdə bir həftə sonra deyirdi falan yerdə görüşəcək. Tondarlar yığılırdı, orada görüşə bilirdi. Amma indi telefon əlimizdə yarım saat nədir, görüş yeri təyin edilib biz oraya gelib çıxarıq. Görüşürdük, orada da xatirələrimizi bölüşürdük. Allah məqamın məkanımızı eləyibdir. Bizlər də uzaq tutmağa çalışmalıyıq. Həmzə eyni yaşdadır, Həmzə elə o günkü yaşdadır. Biz yaşdaşmışıq, biz kimlərəsə pislik eləmişik, kimlərəsə xətrinə dəymişik. Bəlkə də yox dəydiyimiz olubdur. Amma Həmzə elə həmin yaşda, həmin nətər deyərlər, şən siması ilə bu dünyadan köçüb gedir. Bizim hamımızın qəlbində Həmzə ilə o yaşdadır. Amma bizlər dünən Həmzə yaşdaydıq, bugün Həmzənin məzarı başının üstündə, məzarının üzərində hərəmiz bir yaşda, hərəmiz bir xəstəliklə sabah bugün dünyadan köçüb gedəcək. Şəhid ruhlar həqiqətən də gözəl ölümdür ona görə ki, bunlar daima yaşayacaqlar. Arzu eləyək ki, bu küləkli bayraqlarımız daima Azərbaycan üzərində dalğalansın. Bu ruhlar da həmişə ziyarət olunsun. Amin. Allah sizlərə səbir versin, bacılar. Qohumlar, kətçilər, dağı dərddir, itkidir. Oğlu öz övladını itiribdir. Yəni bu ailə tək Həmzəni şəhid vermir. Həmzədən də sonra Siras balamız şəhid olubdur. Həmzənin vətən uğrunda döyüşdüyü, vuruşduğu o torpaqlarda viran qoyan ermənilərin vandallığını dünyaya göstərməyə çalışan Siras balamız da yenə bu torpaqlar uğrunda canından keçdi. Allah sizə səbir versin, Mamoğlu. Allah sənə də sağlıqlı uzun ömür nəsib eləsin. Həmişə arzu etdiyim odur ki, özgür balamızın özgürlüyünə çatana qədər onu boya başa çatdırıb toyunu görənə qədər sənə Allah ömür versin. Nənəsi ilə, anası ilə bir Allah kömək olsun. Allah razı olsun. Allah kömək. Ayıbdan da çox yoldaşlıq eləyib. Ayıb da öz kəlmələrini deyək, həmzə elə bilirəm. Çox yoldaşlıq eləyiblər bu setdən belə. Allah hamımızdan razı olsun. Həmzə ilə Qrodunda yarışa istəvədə mən orada olmuşam. Həqiqətən bu insanın gözəlliyinə, yüzünün nurluğuna elə oradakı adamlar belə saflığına, dürüstlüyünə, idmançısına da gözəl idmançı olduğuna, kətdə də hamının öz yerin tapdığına, yaxınımız olur, vəzifimiz olur. Allah hükümet eləsin. Allah ölənlər. Allah ölənlər. Allah ömrünüzün eləsin. Əziz qohumlarımızdır. Allah hamımızın canı sağ eləsin. İtkilər bizim həqiqətən də ürəyimizdə sağılmaz izlər qoydu. Mən daimi bəzi epizodlarda xatırlayıram. Mən uşaq vaxtı bir tapanca istəyib ağlayırdım, xalamı da orada möhkəm incidirdi. Nəysə xalam bir yolla bilmirəm nətər olmuşsa daima demişdi ki, Şirzada bir tapanca alıb gətirəcək. Bir gələndə bıraxmamışdılar qapıdan, ya bilmirəm nətər olmuşdursa. Bir də gördük ki, aşağıdan çağırır, mənim indiyə qədər yadımdadır, 4-cü mərtəbədə mən xalamla yatırdım. Deməli, daim o dəmir tapancanın 4-cü mərtəbədə aşağıdan nətər atdısa, düz gəldi, düşdü xalamın ağzının içine. Allah'ım, alüminium rəngində tapanca. Bir onda xatırlayıram, bir də kamazı kodlamışdım, daim onunla gəlib əlimdən almışdı. Bir Sirat rəhmətli xatırlamırdı daimi. Bizim görmədiyimiz qəhrəmanımız olmuşdu. Həmişə biz anamızı evdə daimin anım günlərində, doğum günlərində kədərli görmüşük, ağlayan görmüşük. Elə biz uşaqlıqdan burada böyümüşük. Ona görə də mən həqiqətən tam səmimiyyətlə deyirəm ki, daim bizim şəxsən mənim və qardaşımın tərbiyəsində mənim Həmzə daimin rolu var. O bizim ant yerimiz olub həmişə. Məhz ona görə də mən rahatlıqla deyə bilərəm ki, Siracın Şəhidlik İnstitutunun təməlini daim qoymuşdur.